Xəyallarımın ardınca verilişinin 3-cü buraxılışına, çəkimlərinə başladım. 9 may bütün Sovet ölkələrində, eləcə də Azərbaycanda qələbə günü kimi qeyd olunur. Bəs almanlar bu günü necə qeyd edir? Onunla bağlı istədim bir kiçik video hazırlayım. Demək gəldik çatdıq o həmin abidənin yanına. Burada bir alman yerli vətəndaş vardı, ondan soruşdum. Dedim biz yəni Sovet ölkələri olaraq biz bunu bayram edirik. Siz necə, nə edirsiniz, nə eləmirsiniz? Burada belə dirəklər olub, rəsmi şəkildə bayraqlar asılarmış və insanlar burada gəlib buranı ziyarət eləyərlərmiş. Burada təkcə 41-45-ci illər deyil, həm 1-ci Dünya müharibəsi, həm də 2-ci Dünya müharibəsinin xatirəsinə ucadılan abidədir. Hər kəsə salamlar. Mən Şamxal Alışov, Şamxal Ağaməloğlu adlı YouTube kanalımda yayımlanan Xəyallarımın ardınca verilişinin 3-cü buraxılışına, çəkimlərinə başladım. Demək bugün 9 may bütün Sovet ölkələrində, eləcə də Azərbaycanda qələbə günü kimi qeyd olunur, yəni almanlar üzərində. Bəs almanlar bu günü necə qeyd edir? Onunla bağlı istədim bir kiçik video hazırlayım. Gedəcəyim məkan bizim şəhərdə bir meşənin içində belə deyək, bir abidə ucaldıblar. 41-45-ci ildə dünyasını dəyişən bütün əsgərlərin xatirəsinə və eləcə də səhv eləmirəmsə 1-ci Dünya müharibəsində də dünyasını dəyişən alman əsgərlərin xatirəsinə abidə ucaldıblar və hər il rəsmi şəkildə gedib orada onların xatirələrini yad edirlər və mən də bugün abidəni çəkib sizə göstərəcəm və orada meşə var, meşəni biraz çəkəcəm, meşədə çəkimlərim olacaq. Belə kanalımda qalın, izləməyə davam edin. Demək, həmin o abidənin önünə çatmamışdan öncə bir yer çıxdı qarşıma. İstədim oranı da sizin üçün çəkim, göstərim. Demək, bax burada qəbir daşları düzəldirlər. Bu şəkildədir. Burada görürsünüz, qəbir daşları var. Yol üstü dedim, falan da sizə çəkim göstərim. Dostlar, demək, həmin o meşənin içindən keçəndə belə bir stadion düzəldilər. Yəni, tam içi deyil, biraz yanında. Belə idman üçün gözəl stadionlar düzəldiblər. Baxın, bura təbii ot örtüyüdür və burada uşaqlar idman edir. Maskanı da taxmamın səbəbi burada uşaqlar idman elədiyi üçün dedilər stadiona girəndə maska tax, məcbur oldum, mən də maskanı taxdım. Belə bir ot örtüyü olan stadiondur. İstənilən şəxs gəlib burada məşq eləyə bilər, qaça bilər. Futbolu oynayan dostlarımız, futbol sevən dostlarımız məsləhət görərdim ki, süni stadionda futbol oynamasınlar. Çünki böyük travmalar alır. Mən özüm də harasa bir il bundan qabaq ayağımdan çox bərk bir zədə aldım. Ən yaxşısı belə stadionda oynayanda gəlir butsularla oynayası, altında şiflər olur. O biraz uyğundur. Yoxsa belə də məsləhət görməm, tez adam travmalı, sürüşür çünki. Gəldik 3-cü stadionumuza. 3-cü stadionumuz qumdan idi. Təəssüflər olsun ki, deyəsən burada mən bilən yenisini düzəldirlər. Yeni bir arena tikəcəklər. Onun üçün burada yenidən qurma işləri gedir, yəni. Yenidən bu arenanı düzəldəcəklər. Mən bura gələndə qum idi bura. Qapı zad var idi orada, amma indi sökdülər. Belə. Həmin o ot örtüyü olan stadionu çəkmədi ona görə ki, orada insanlar idman eləyir, qaçan eləyən falan var, uşaqlar. Yəni insanlar istəmədi narahat edən. Həmin o stadionda bizim şəhərin həm futbol komandası var, həm də regbi komandası var da, yəni Amerikansk futbol deyirlər, bilməm düz dedim. Onlar da gəlir orada məşq eləyir, hətta yəni rəsmi oyunlar da olur. Gəldik çatdıq demək meşənin girişinə. Gözəl təbiəti var. Burada insanlar gəlir, yürüyüş eləyir. Nədənsə mən buranın meşələrində heyvan falan görməmişəm. Hər halda axşama zada gecəyə qalsam rastıma çıxarlar. Amma görməmişəm. Amma bir dəfə olub da Düsseldorfdan evə gələndə qatar olmadı, gecə gəldim ayaqla. 16 kilometr, heç nə yüngül var. Həmin günü gələndə navigatora vurdum, 25 dəqiqə görsət. Dedim, nə yaxşı, 25 dəqiqə ayaqla gedib çatacam. Sən demə, harca 5-6 saatlıq yol imiş. Yəni, belə bir uzun məzələ əhvalat olmuşdu. Belə skamyaka qoyublar, gəl otur burada dincə, istirahət elə. Baxıram,
Hamı nəzik geyinib. Bir dənə mənəm. Altdan üstdən qıfıllanmışam. Qarşıda yaxşı kadrlar düşdüysə çəkib göstərəcəm. Dostlar, demək maraqlı bir kadr tapmışam. Demək görürsünüz, burada ağaclar kəsilib hazır şəkildə. Və bu ağaclar artıq mən bilən satılıb. Əvvəl bir şey var idi, keçən il mən gələndə. Ağacların üstündə X çəkirdilər deyəsən, səhv eləmirəmsə. Amma onu görə bilməm bu gün. Ya nömrəliyirlər, səhv unutmuşam, bir dostumuzla gəlmişdim. Yəni burada elə ağaclara hazır kəsirlər. Hansı ki artıq o ağaclar kəsilməlidir, onları kəsirlər. Yəni ürəyin hansı ağacı istəyir götürüb kəsmək deyə bir şey yoxdur. Hər halda meşəbaya qərar verir ki, məsələn bu artıq ağac kəsilməlidir. Onu kəsirlər və qoyurlar, artıq kimsəsə gəlib alıb apara bilər. Bilənlər də kommentdə şərh bölməsində öz fikirlərini bölüşə bilərlər. Az qalıb abidəyə çatmamıza. Ümumiyyətlə səhər-səhər niyə gəlib çəkmədim? Ona görə ki, səhər-səhər ola bilər yox 100% elədir. İnsanlar özü gəlir, yəni abidəni ziyarət eləyirlər. O anlamda da yəni mən də Azərbaycanlı olduğum üçün və biz Azərbaycanın da bu müharibənin ən böyük parçası olduğu üçün düşündüm ki, ehtiyac yoxdur, bir anlaşılmamazlıq olar. Ona görə də günortadan sonra da axşamüstüdür. Dedim gəlin belə sakitcə çəkim videomuzu sizə göstərim, az qalıb çatırıq. Buraya gəldim, yadıma Zakatala düşdü. Zakatalaya meşəyə getmişdim. Çox gözəl idi. Hə, burada da yenə ağaclar çıxdı qarşımıza. Bax göstərim. Hamısı çünki keçən dəfə elə görmüşdüm. Demək gəldik çatdıq o həmin abidənin yanına. Burada bir Alman verli vətəndaş vardı. Ondan soruşdum. Dedim biz yəni Sovet ölkələri olaraq biz bunu bayram edirik. Siz necə, nə edirsiniz, nə etmirsiniz? O mənə dedi ki, məlumat verdi ki, biz yəni artıq bunu o qədər yəni rəsmi şəkildə qeyd eləməyik, amma istəyən gəlib belə deyim də bu abidəni ziyarət edə bilər, gül qoya bilər. Burada belə dirəklər olub rəsmi şəkildə bayraqlar asılarmış və insanlar burada gəlib buranı ziyarət eləyərlərmiş. Girişi də belədir bu abidənin. Artıq illərdir. Gələnlər var, gəlib baxanlar var. Artıq bilmirəm, onlar turist gözü ilə baxırlar, yoxsa prosta gəlib ziyarət eləyirlər buradakı qəbir daşlarını. Burada təkcə 41-45-ci illər deyil, həm 1-ci Dünya müharibəsi, həm də 2-ci Dünya müharibəsinin xatirəsinə ucadılan abidədir. Burada ili yazılıb 1914-1918-ci illər. Bu 1-ci Dünya müharibəsi üçündür. Bu da 2-ci Dünya müharibəsindən bağlı olandır. Yavaş-yavaş qalxaq yuxarı. Görək içəridə nə var, nə yox. İçərini də çəkəcəm. Gəldik, çatdıq abidənin içinə. Ümumi göstərim sizə. Amma mən keçən il gələndə burada təzə güllər falanlar qoymuşlar. Da hər halda hər il olmur da, belə deyim. Ya da ümumiyyətlə artıq məsələni unudublar. Burada da deyəsən əsgərlərin tarixləridir hər halda. Hə, əsgərlərin tarixləridir. Belə bir yazı var. Burada da nə qoyub? 1967-ci il. Ümumi görünüşü budur. Buradan da yol gedir. Yəni buradan artıq meşə davam eləyir. Meşə davam eləyir. Belə əziz dostlar, bugünkü xəyalların ardınca verilişinin 3-cü buraxılışının da sonuna gəldik, çatdıq. Ümidvaram xoşunuza gəldi, maraqlı oldu. Dediyim kimi pandemiya dövrü olduğu üçün qarşıma çıxdıqca maraqlı yerlər çəkib sizlərə göstərməyə çalışacağam. Belə, təşəkkür edirəm. Şərh bölməsində öz fikirlərinizi bölüşün. Sizin fikirləriniz mənim üçün maraqlıdır. Harada gəzməli, görməli yerlər, məkanlar bilirsinizsə, qeyd eləyin. Şərh bölməsində gedim oraları çəkim. Kanalıma abunə olun. Şamxal Ağaməloğlu aşağıda yazılır. Like atın, bildiriş düyməsini basın ki, hər həftə gələcək videolardan məlumatınız olsun.
və eyni zamanda aşağıda Instagram səhifəmdə yazılacaq. Oradan da şəkilləri, kanalımla bağlı məlumatları da öyrənə bilərsiniz. Öpürəm hamınızı, təşəkkür edirəm. Allaha əmanət olun. Növbəti buraxılışa dək hələlik deyirəm sizə. Sağ olun.